Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Davam edirik dostlar. Ay Həkim efirdədir. Siz CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün uşaqlarda yaranan, xüsusilə də yazda daha da belə progressivləşən allergiyalardan danışırıq. Qonağımız tibb elmləri namizədi, doçent Doktor Nigar Hacıyevadır. Nigar xanım həkim pediatrdır və biz maraqlı söhbətimizi davam edirik allergiyalar və gluten həssaslığından. Və bu pasiyentlərin mən istəyərdim ki, rastlaşdığı problemlərdən danışaq ki, həqiqi çölyak, gluten allergiyası və gluten həssaslığı olan insanlar. Çünki bu gluten free, glutensiz qidalanma, mən öz payıma da deyirəm ki, çox böyük populyarlıq qazanıb, artıq bir trendə çevrilib. Amma biz görürük ki, deyək ki, hansısa bir cake house-a girəndə, şirniyyat mağazasına, bu çörək glutensizdir. Amma baxırsan ki, eyni piştaxtadadır digər çörəklərlə. Bu nə dərəcədə doğrudur? Çünki mən bildiyim qədərilə orada glutenin izi olsa belə həqiqi çölyak xəstələrində ciddi şikayətlər yaranır. Bax, istəyərdim ki, bu mövzuya toxunaq Nigar xanım. Həqiqi çölyakiya xəstəliyində elə də asan deyil o pəhrizi tutmaq, xüsusilə balaca yaşlı uşaq üçün. Amma o pəhriz onun üçün çox vacibdir. Və biz necə nəzarət edirik ki, o pəhrizi tutur ya yox, müəyyən qan analizləri var. Elə diaqnozu qoyanda da heç kəs dərhal genetik müayinədən başlamır. Biz başlayırıq müəyyən qan analizlərdən. Onlar yüksək olanda genetik müayinə olunur və lazım gələrsə gastroskopiya olunur, parça götürülür bağırsaqdan, onunla diaqnoz təsdiqlənir. Diaqnoz təsdiqləndi, pəhriz təyin olundu. Ona nəzarəti hər 3 aydan bir təzə-təzə. Biz yenə o qanda o markerlərə baxırıq. Və o markerlər aşağı düşmürsə, deməli uşaq pəhriz tutmur. Və elə bir məsələ var ki, gizli gluten var. Konkret valideynlər bilir ki, buğda, arpa, onlar hamısı gluten çovdar, onlar hamısı gluten tərkibli məhsullardır. Amma gizli gluten, misal üçün, şokoladda gluten var. Onu hamı bilmir, onu həkim izah etməlidir və aldığı şokoladı oxumaq lazımdır. Xırda-xırda yazılsa da. Bu ailənin artıq həyat tərzidir. Gluten free adətən yazılmayacaq, amma tərkibində bəzi markalar var ki, orada gluten yoxdur. Əminliklə demək çox çətindir, amma bəzilərində aydın yazılır ki, glutenin izləri ola bilər, araxisin izləri ola bilər və s. İkinci gizli gluten mənbəyi dondurmadır. Uşaqlar ən sevdiyi. Böyük insanlardan söhbət gedirsə, kifayət qədər spirtli içkilərin tərkibində var gluten. Sonra nəyi misal çəkə bilərəm gizli gluten kimi? Müəyyən souslar, soya sousu, xardal və digər indi bizim mətbəximizdə, restoranlarda geniş yer alan o souslar, onlarda gluten var. Ona görə bu ailə ilə konsultasiyada çox detallı incələmək lazımdır. Detallı söhbət eləyirik ki, onlar başa düşsünlər nədən söhbət gedir. Və necə fərqləndirək ki, bu real çölyakiyadır, yoxsa glutena dözümsüzlükdür, yoxsa o başqa variant gluten allergiyasıdır. Mən də çox tez-tez kollegalarımdan onu eşidirəm ki, şübhələnirlər ki, gluteni insan yaxşı qəbul etmir və tövsiyə edirlər ki, gluteni qəbul etmə. Bu əslində çox yanlış yanaşmadır. İlk növbədə çölyakiyanı inkar etmək lazımdır. Onun müəyyən protokolları var. Avropa Gastroenteroloqlar Cəmiyyəti çox maraqlı alqoritm tərtib edib. İlk öncə nədən başlamalısan, onun nəticəsi necədir, sonra hansı analiza keçməlisən? Müəyyən bir, maraqlı alqoritmdir.
Çeliakiyanı gərək inkar edəsən, sonra o başqa gluten məsələlərini düşünəsən. Və digər çox vacib məqam və bunu da təəssüflər ki, az adam bilir, analizləri gluten pəhrizli fonunda götürürsən. Məsəl üçün kimsə xəstəyə deyib ki, sən gluten yemə və o gluten yemir. Sonra gəlir həkimə və həkim çeliakiyanı düşünür və sual vermir sən gluten yeyirsən ya yox. Və göndərir onu analizlərə və analizlər normal çıxır, amma yalancı normal. Bəli. Çünki o pəhrizdədir, amma onda çeliakiya xəstəliyi. Yəni maskalayır əsl xəstəliyi belədir demək olarsa. Ona görə diaqnozu təsdiq ya inkar etmək, sonra pəhrizə salmaq xəstəni. Və bütün o müayinələri, bəli, bütün müayinələri gluten yeyərək, onu yəni bütün o protokollar, Avropa, Amerika gastroenteroloji protokollar dönə-dönə tövsiyə edilir. Gluten yeyərək analizlər vermək lazımdır ki, daha dəqiq diaqnoz qoyulsun. Mənim yadımdadır, mən uşaq olanda yazda ağaclar çiçəklənməyə başladığı dönəmdə mən hansısa bir ağaca, hansısa bir yaşıllığa toxunan kimi, bax bura kimi əllərim mənim belə xırda-xırda səpirdi. Sonra böyüdükcə bu hər il yox, 2 ildən bir olmağa başladı. Sonra bu bacımda da oldu. Amma zamanla keçib getdi. Yəni indi hər şey yaxşıdır. Yəni bu uşaqlıqda rast gəldiyimiz allergiyalar daha sonra keçib gedə bilərmi? Amma sonra deyək ki, müxtəlif qida intoleransı testlər var, nə bilim, test və s. və s. O testləri də verəndə baxırsan ki, bir-birinə qarşı uyğunsuzluqdur. Bu deyir, qətiyyən bunu yemə. Misal üçün, mənə çıxdı ki, qarabaşaq da olmaz, baxmayaraq ki, glutensizdir. Amma düşündüyümün əksinə süd məhsulları sən demə mənə olar. Ki, süd içəndə narahat olduğumu bilirəm. Yəni, burada nəyə gətirəm sözümü? Uşaqları da bəzən görsən ki, valideynlər çox gəzdirir ki, çarə tapsınlar, uşaq əziyyət çəkir allergiyalardan. Bu testlərin güvənirliyi nə dərəcədədir? Hansı testə güvənək? Yoxsa bu da yəni yediklərimizdən, o dövrdə yediklərimizdənmi asılıdır? Çünki eyni testi 6 ay sonra verirsən, keçən dəfə olmaz deyilən qida bu dəfə deyir, hə bu sənə olar, amma keçən dəfə olar dedikləri qida artıq bu dəfə olmaz. Allergik prosesləri qidaya dözümsüzlüklə qarışdırmayaq. Həqiqi allergologiyada, yəni akademik allergologiyada ancaq spesifik immunoglobulin I ingiliscə testləri nəzərdə tutulur. Amma o da panaceya deyil. Yəni onlar ancaq birinci tip, biraz istəmirəm qəliz çıxsın, sadələşdirsəm deyəcəyəm ki, allergik proseslər müxtəlif formada, müxtəlif istiqamətdə, müxtəlif mexanizmda gedir. Və bu biz bildiyimiz allergoprop deyilən bir allergik sınaq, ya venadan götürülən, ya dəriyə cızıq-cızıq qoyulan, onlar ancaq bir növ allergik prosesi əşkarlayır. Amma qida allergiyası və bir sıra digər proseslər, xüsusilə gastroenterologiya ilə bağlı, onlar digər tiplərlə gedir. Və onlar digər tiplərlə gedirsə, bu analiz ümumiyyətlə faydasızdır. Və sizin digər sualınız, o eyni qalmır, bəli. Çünki o göstərir insanın müəyyən allergenlərə həssaslığını və o həssaslıq təbii ki, dəyişə bilər. Misal üçün, o qidanı aylarla qəbul etmir və analizdə o normal çıxacaq. Çünki onun immun sistemi bu qida ilə uzun müddət kontaktda olmur. Bəli. O zaman bu da biraz sual altı. Çünki həkimlər də 2 qrupa bölünür ki, immunoglobulinin heç bir mənası yoxdur deyənlər var. Bəziləri deyirlər ki, yox, əsas odur. Yəni, burada biraz valideynlər də çaşbaş qalır. İstənilən halda allergiyaları niyə müalicə etməliyik? Yəni, nə ilə problem yarada bilər bizə? İlk növbədə insanın həyat tərzinə, onun yaşamağına mənfi təsir göstərir. Misal üçün, götürək ən sadə allergik riniti. Yəni, proses ancaq burnundadır və hamı düşünür ki, o sadə bir şeydir. Amma əslində o heç də sadə bir şey deyil. Xaricdə elə maraqlı tədqiqatlar aparılıb ki, allergik rinit insanların həyat keyfiyyəti daha ciddi xəstəliklərdən qat-qat aşağı olur. Çünki nəfəs ala bilmir, həmişə asqırır, burnun selikli qişası içərdən şişib, həmişə burnunu qaşıyır,
oksigen getmir beyinə. Uşaqlar hətta onların dərsə davamiyyəti pozulur. Sadə allergik rinit nəticəsində. Çünki yuxulu olur, diqqətini konsentrasiya elə bilmir. Fikri, zikri onun o burun simptomlarındadır. Ona görə təbii ki, onu götürməliyik. Ya daha ciddi bir xəstəliyi, misal çəkim, aşağıya doğru enirik. Asmanı müalicə olunmasa uşaq boğula bilər. Və təəssüflər ki, bizim elə müasir dövrümüzə baxmayaraq, asmadan ölüm hələ də var. Hələ də var. Təəssüflər. Ya dəri allergiyası, suluqlar, qaşınır, uşaq narahatdır, ağlayır, yata bilmir. Bütün ailənin vəziyyəti pozulur. Mən allergiya ilə məşğul olan həkim kimi bilirəm ki, o nə dərəcədə əziyyət verir tək uşağa yox, bütün ailəyə. Misal çəkdiyim hər 3 xəstəlik, rinit, asma ya dəri forması. Və problem də odur ki, bunlar çox tez müalicəyə tabe olmur. Misal üçün, viral infeksiya. Elə bir ifadə var, müalicə etsən ya etməsən, o 7 günə bitəcək. Həqiqətən bu elədir, səbir sadəcə lazımdır xəstələrə. Amma burada məsələ elə deyil. Səbəbkar faktoru tapmaq, onu kənarlaşdırmaq, bəzən bu dərman təyin olunur, o kömək eləmir, xüsusilə dəri problemlərdə. Misal üçün, asma ilə daha asandır, rinitlə daha asandır ilkin başlanğıcda, yüngül formada. Amma atopik dermatitdə elə də asan olmur. Yüngül dərmandan başlayırsan, o kömək eləmir, məcbursan güclüsün verməyə və s. və s. Nigar xanım, bir məsələyə toxunmaq istəyirəm. Bu dərmanlar allergiyanı doğrudan müalicə edir, yoxsa simptomları söndürür? Çünki burada da həkimlər deyir ki, siz allergiyanı müalicə etdiyinizi düşünürsünüz, amma simptomun keçməsi heç də bu xəstəliyin müalicə olunduğu anlamına gəlmir. Və bəzən də belə bir teoriya da var ki, istinin üstünə isti ilə, soyuğun üstünə soyuqla getmək lazımdır və sanki hər şey gəlir, yatır bizim bu müəyyən qidaları rasionumuzdan çıxartmağımızda. Müalicə çox maraqlı məsələdir. Yenə də aşağıdan yuxarıya doğru, yəni sadədən mürəkkəbə qarşı biz addımlasaq, əlbəttə ən ideal və ən asan və heç bir maliyyə tələb etmədən mexanizm allergiyanın müalicəsində səbəbi tapmaq və kənarlaşdırmaq. Allergiyəni həyatından çıxartmaq. Bəli, mümkündürsə. Misal üçün, mənim allergiyam sitruslarıdır, mən onları yemirəm və hər şey çox idealdır. Bəzən mümkündür, amma bir sıra hallarda mümkün deyil. Çünki tapmaq çətindir, testlər tam spesifik deyil. Bu allergik proses, bu test əşkarlayan mexanizmdan getmir, başqa mexanizmdan gedir, onun testi ümumiyyətlə yoxdur. Onda sən məcbursan müalicə etməyə və ya səbəbkar ətraf mühitdə olan gül çiçək açması, biz fəsildən başladıq, tozcuqlar, ağaclar və təbiətin oyanması elə bir gözəl bir proses, amma uşağa əziyyət verən prosesdir. Allergiyası da oyanır. Sən necə onu kənarlaşdırasan, ona görə sən məcbur olacaqsan müalicə verməyə və düzgün vurğuluyursunuz. Əksər istifadə etdiyimiz preparatlar simptomatikdir. Yəni, xüsusilə allergik rinitdən danışırıqsa, o simptomları götürür. Antihistamin ifraz olunur, ona görə asqırır, ona görə burnu tutulur, ona görə burnu qaşınır və gözləri. Sən antihistamin, yəni histamini bastıran dərman verirsən və o yaxşılaşır. Amma asmaya misal gətirəcəyəm və mənim çoxlu elə pasiyentlərim var. Uşaqlıqda asma var, indi onlar əskərlikdədirlər o uşaqlar. Güclü, hündür uşaqlar, illərlə o asma onları narahat eləmir. Amma biz onu müalicə etməsəydik, heç kəs bilmirdi bu uşaq misal üçün bu qədər boya verə bilərdimi və vətənini qoruya bilərdimi? Ona görə müalicə mütləq lazımdır və asmanın müalicəsində bir inqilabi dərmanlar kəşf olunub. Bəlkə 30 il, bəlkə 40 il öncə, səhv etmirəmsə, onların uzun müddətli qəbulu, o da heç daxilə tablet deyil, iynə deyil, sadəcə inqalyatordur. O yerli bronxları müalicə eləyir və onları düzgün qayda ilə, həkimin nəzarəti altında istifadə edən uşaqlar həqiqi formada o prosesdən əziyyət çəkmir. Misal üçün, 3 yaşlı uşaq
gözümə gələn bir pasiyenti misal çəkirəm. Misallar üzərindən Bəli. 3 yaşlı uşaq hər ay tutması olur Azərbaycanın bir bölgəsindən və onu bölgədə pnevmoniya kimi müalicə edirlər. Vena daxili antibiotiklər və s. sistemlər heç kəsin ağlına gəlmir ki, bu asmadır. O uşağın indi məncə 20 yaşı var. Mən danışdığım uşaq. Bəlkə verilişi izləyirsə o tanıyacaq kimdən söhbət gedir. O düşür alergoloji mərkəzə, asma diaqnozu qoyulur, heç bir antibiotik, heç bir vena daxili dərman yoxdur. Bu uşaq nəzarətdədir, anaya başa salınır, tənəffüsünü necə ölçmək lazımdır. Artıq bölgədə yaşayan bir ana uşağın tənəffüsünü ölçür və həkimlə əlaqə saxlayaraq özü söyləyir ki, tənəffüs sayıflan qədərdir, mən nəyi eləyim, bunu necə verim. İllərlə bu uşaq müraciət etmir artıq. Yəni onun asması qutarıb. Keçib getdi. Amma bəlkə allergoloqlar indi mənə bir oponent kimi müdaxilə eləcəklər ki, asma xroniki prosesdir, o heç vaxt sağalmır. Amma biz illərlə, uzun müddətli, tip terminini istifadə edəcəyim, remissiyaya malik olduq. Bəli, Xəstəliyi razıyam. uzun müddətlik söndürürük. Bəli. Daha düzgün ifadə etsək, razıyam ki, bu xroniki prosesdir. Amma bir var ki, o xroniki proses səni hər ay narahat eləyir. Uşaq dərsə gedə bilmir, boğulur, evdə qalır, öskürür, valideynlərə çox ağırdır uşağı bu vəziyyətdə görməyi. Amma elə hala biz uşağı sala bilirik və həqiqi imkanlarımız da var, çox sadə ki, illərlə o proses ona əziyyət verməyəcək. Amma ola bilər ki, bu həmən uşaq 30 yaşda bu yenə baş qaldıracaq və bizim elə pasiyentlərimiz də var. Uşaqlıqda olub, hamı onu unudub, bu yəni insan, qadın ya kişi 30, 35, 40 yaşa çatıb və yenə asma başını qaldırıb. Elə hallar da var. Misal üçün bizim bir tanışlarımız var idi, onlar öz bağ evini satdılar. Çünki onlar Novxanaya gedəndə, oradakı bağ evində qalanda, ikinci gecə uşaq boğulurdu. Artıq onlar məcbur şəhərə qayıdırdılar. Amma indi köçüblər Buzovnada, orada həftələrlə də qalsa uşaqda bu problem olmur. Baxmayaraq ki, hər iki ev dənizə yaxındır. Atmosfer təzyiq, bəlkə o bağda hansısa bitkilər bitirdi. Ola bilər. Bəli, onlar ola bilər. Bəzən bəzi pasiyentlərimiz kolları məhv eləyirlər ərazilərində. Çünki hiss eləyirlər ki, o kollar... O ərazidə daha da. Bəli. Bir də son sualımı verəcəm, 2 dəqiqə vaxtımız qalıb. Belə bir sual da bilirəm ki, sizə də çox verir valideynlər. Bu aerozollar ki, istifadə olunur asma xəstələrində, onlar hormonal deyil ki, gələcəkdə başqa problemlər yaratmır ki uşaqlara. O aerozolların 2 forması var. Bir forma tutmanı aradan qaldırmaq üçün, bronxları genişləndirmək üçün və düzgün müalicə eləyirsənsə, o tutmanı aradan qaldıran aerozollara ehtiyac olmur. Onların yan təsirləri var, onlar ürək döyüntüsünü çoxalda bilər və s. və s. Ona görə ağılla, qaydayla. İkinci aerozollar, qarmanal aerozollardır. Onlar müalicə eləyir. Başqa müalicə variantı yoxdur. İlkin pillədə, yəni daha müasir dərmanlar var, onlar ağır hallar üçündür. Amma bu aerozollar yalnız bronxa təsir eləyir. Qabaqlar asmanı venaya iynə vururdular, o ciddi qarmonlardır. Tablet verirdilər, əzələ iynəsi vururdular. Amma bu aerozolları da onların 2 dənə yan təsiri ola bilər. Onlar boya təsir edə bilər. Ona görə uşağa nəzarət edən allergoloq onun boyunu izləməlidir. Amma bu adətən yüksək doza verəndə meydana çıxır və ağız boşluğunda müəyyən problemlər, səs bata bilər və ağız boşluğunda o göbələk yarana bilər. Amma bunun da müəyyən texnikaları var, qarşısını necə alırıq. Yəni burada vaxtında müraciət, doğru təqib, vaxtında həkim müayinələrinə getmək, doğru nəzarət etdiyimiz zaman allergiyalardan da kifayət qədər keyfiyyətli yaşamaq və uşaq böyütmək olar. Təbii ki, nəzarətdə saxlamaq mümkündür. Mən təşəkkür edirəm sizə. Çox maraqlı, ətraflı məlumat verdiniz. Əminəm ki, tamaşaçılarımız üçün də maraqlı oldu bugünkü verilişimiz. Nəzərinizə çatdırım ki, Ay Həkimin bugünkü qonağı tibb elmləri namizədi, dosent, həkim pediatr doktor Nigar Hacıyeva idi dostlar. Və biz bugün mövsümi xəstəliklərdən başladıq, amma daha çox aksent etdik allergiyalara. Çünki kifayət qədər allergiyalı uşaqlar var ölkəmizdə və valideynlər də bu mövzuda narahat olurlar. Amma düşünürəm ki, doğru həkim seçdiyiniz zaman və vaxtında müalicəyə başlandığı zaman bu problemlə də kifayət qədər keyfiyyətli yaşamaq mümkündür. Son təşəkkürüm bizim verilişimizin baş sponsoru Ştada şirkətindədir. Günə 3 fincanan artıq kofe
kofe içirsinizsə, hamiləsizsə, laktasiya dövründəsinizsə, bundan əlavə siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansınızsa, o zaman sizin kalsium ehtiyacınız digər insanlardan daha çoxdur. Buna görə də təyinata uyğun olaraq kalsium döyüş, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini Ştada şirkəti sizə təqdim edir. Kalsium döyüş, nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. İstifadəsi də rahatdır. Bir daha təşəkkür edirəm baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürüm Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Əlaqə nömrəsi 055 318 83 94-dür. Təşəkkür edirik hər iki sponsorumuza. Sizə təşəkkür edirəm doktor ətraflı və maraqlı məlumatlar üçün. Əminəm ki, tamaşaçılar da bugün çox önəmli mesajlar aldı. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağlamlığınızı sağlam ikən qoruyun. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.